Salam hər kəsə. Bugünkü sertifikasiya imtahanına ədəbiyyat fənnindən düşən suallardan növbəti sualla sizi tanış eləyəcəm. Demək, sual bizə tam şəkildə gəlib çatmayıb, amma müdavimin dediyi qədər, demək ki, Seyid Hüseyn, Fəxrəddin, Əhməd və Aleksey Asipoviç obrazlarının müqayisəsi verilib. Bu 4 obrazı birləşdirən oxşar cəhət və bir də fərqli cəhətlər soruşulub. Diaqram şəklində, yəni cədvəl şəklində olub. Oxşar cəhəti bilmək olur. Hər 4 obraz demək ki, təhsilli obraz idi. Seyid Hüseyn də təhsilli idi. Xurşud Banu Natəvanın belə deyək, açdığı məktəblərdən birində müəllimliklə məşğul idi. Fəxrəddin özü də maarifçi obrazdır, həmçinin nəinki təhsilli, eyni zamanda maarifçi obrazdır. Çünki yaşadığı yerdə, mühitdə məktəblər, xəstəxanalar açdırıb, maarifçiliklə məşğuldur. Əhməd Dəlikürdəki Əhməd obrazı Rus Əhməd adlanan, Poçt Əhməd adlanan bu obraz uşaqlara belə deyək ki, dəstək məqsədi ilə dərslər keçirdi. Onlara yazıb oxumağı öyrədirdi. Bundan başqa Aleksey Asipoviç özü də Qori müəllimlər seminariyasına kənddən uşaqlar cəlb edirdi. Maarifçi bir obraz idi. Bu 4 obrazı birləşdirən cəhət təhsilli olmaları ola bilər. Fərqli cəhətlər isə hərəsinə aid müxtəlif cəhətlər bu tam şəkildə bizə gəlib çatmayıb, amma insanların ona fərqli münasibəti və yaxud da yəni bu kimi cavablar olub, amma onu tam şəkildə deyə bilməyəcəyik. Sual haqqında bu qədər məlumatımız var. Təxminən məlumatımız yaranar ki, suallar bu formada imtahana düşüb. Növbəti izahlarda görüşərik.